Qardaş, o siqaret şeiriniz var idi. Bəli, yazdım ki, eyvəcər şəkillə bəzənib üstü, baxanda insanın iştahı küstü. Gödəldir ömrünü bir o üstü, çəkmə siqareti ziyandır qardaş. Ərimiş alüminium mislənirsən, peçin durbası kimi hislənirsən. Arvad deyir, aralda dur, pislənirsən, çəkmə siqareti ziyandır qardaş. Bu uzun şeirdə elə belə bir ki, bəndini dedim. Artıq yaylağa hazırlaşırsınız. Bəli, bəli, el köçür, biz də köçməliyik. Neçə gün yol gedəcəksiniz? 10-15 gün. Artıq nə qədər vaxt, neçə illərdir ki bu dağlarda, bu yaylaqlarda? Mən 8 yaşımdan bu malın qoyunun içindəyəm. Artıq buradan ötürü özümə dünya ayırmışam. Təbiətin dünyasını, suyun dünyasını, heyvanın dünyasını, insanın dünyasını, yaxşının, pisin, hamısının dünyasına gəzib dolanmışam. Bununla da dil tapmışam. Bax, bu dünyanın dillərini necə hiss edirsiniz? Yaxşı. Təbiətin bir parçası olmaq nə deməkdir? O, möcüzələrlə doludur. Onu yaşayıb görmək lazımdır. Hər şeyi təmiz gözlə görmək üçün təmiz qəlb lazımdır. Onu da Allah Teala bizə bəxş edir. Çox sağ olun. Yəqin ki, bu yaylaqlarda, dağlarda günləriniz, zamanınız, həyatınız keçib. Ona görə də hər bir çiçəyin də dilini bilirsiniz. Əlbəttə, əlbəttə. Heyvanların dilini necə bilirsiniz? O, biraz dillə təsəvvür eləmək çox çətindir. Bax, nə hiss edirsiniz ki, bu heyvanın canı ağrıyır? Onu belə nətər deyirlər, çoxlu taktika keçəsən, gərək körpə vaxtının içində olasan, dilini biləsən, anlayasan, gələsən. Mən onun hər birinə sığal vurduqca özümü xoşbəxt hiss edirəm. Yəni, alışmışam. Bax, bu eli, obanı, həm də şeir yazırsınız, vaxt tapıb. Dəftəriniz üzərinizdədir? Bəli, bəli, həmişə üzərim durur mənim dəftər. Bax, bu işin gücün arasında necə vaxt tapırsınız? Mən Tanrı ilə baş-başa qaldığım yer bu təbiətin qoynudur, suyun qırağıdır, bu heyvanın yanıdır. Təbiət sizi necə dilə gətirib, necə tərənnüm eləmişsiniz bu evi, eli, obanı, borçalını? Yazdım ki, dağların qoynuna salıb yuvasını, Tanrıdan alıbdır xeyir duasını. Halal neymətinlə dolan butasını, çörəyini yediyim borçaldanam. Ayağı kasb edir, qax etdi başı, gör necə bərkiyib bir-birinə daşı. Axanda sevinçdən gözümün yaşı, torpağına qarışan borçaldanam. Açmayıb düşmana dərdini sirni, sınağa çəkmişəm hər dənə birini. Yığaram başıma qurdunu şirini, görərsən hünərimi borçaldanam. Zəhməti itmədi qüdrətli xanın, aldıq qisasını tökülən qanın. Dərdinə şərikdir Azərbaycanın, evladı sayılan borçaldanam. Aşqlar tökübdür dastana himi, örgədib şərhinə vurduğu simi, xalqının şairi Zəlimxan kimi. Sinəsi ilhamlı borçaldanam. Sürüsü kösk edir arandan dağa, bülbülü daşıyır çəməndən bağa. Qanımız qaynayan isti ocağa közündən pay verən borçaldanam. Rəbib bir çovandır yad binəsində, coşub dilə gəlib saz sinəsində. Elin gənc şairi öz küməsində, yazıbdır kitabına borçaldanam. Rəbib bir çobanı yad binəsində deyir, 8 yaşımdan artıq bu işlə məşğulam dediniz. Bəli, bəli. Və Qaraçöpdə artıq başlamışsınız. Bəli, bəli. Amma Lecvədin kəndində doğulmuşsunuz. Düzdür. Mən nişan qoydum itif azdığım yerə, yuva saldım eşif qazdığım yerə. İlham tökdü dərdi yazdığım yerə, indi sinəm açılmamış varaqdır. Tanrı məni şair elədi bu vaxtı. Üşüyürdüm soyuq yerdə yatanda, yıxılırdım arzularıma çatanda, ağlayırdım ayağıma daş batanda, hey deyirdim bu nə talihdi baxdı. Tanrı məni şair elədi bu vaxt. İstəmişəm çiynimdəki mələkdən, uzaq tutsun məni şərdən, kələkdən. Yazıq canım açılanda bələkdən, elə bildim dünya saraydı taxtı. Tanrı məni şair elədi bu vaxt. Bəhman kimi tamamladım sözümü, Sucayətə oxşadıram özümü, Zəlimxandan götürmüşəm közümü. Borçalıda yanıb sönən ocaqdı, Tanrı məni şair elədi bu vaxt. Rəbibəm gözlərim görməyibdi çaş, heç kimin yoluna atmamışam daş. Bugün ömrümdən getdi 30 yaş, illər bir-birinə bağdı, calaqdı. Tanrı məni şair eləyib bu vaxt. Bu torpaq demək olar ki, hər bir insanı şair kimi yetişdirir. Bəli, o şair olmaq, o insanın dərdinlə, ruhunla, tənhalığınla, Allahla danışdığı bir şeylərin arasında gizlənən bir şeydir. Şair olmaq çox çətin şeydir. Bax, təbiəti, dağları, yurdu sevirsiniz. Əlbəttə ki. Bu gözəlliyin içərisində Rəbbin dərdi nə ola bilər? Yazdım ki, anasını itirmiş körpə quzuyam. Məliyə-məliyə səsimi kəsdim.
Mən bir mehirdən, sığaldan ötürü ləliyə-ləliyə səsimi kəsdim. Hər kəsin yoluna düzürdüm xana, məni doğmalarım doydurub cana. Hər gün əllərimi palçığa qana, bəliyə-bəliyə səsimi kəsdim. Vətən həsrəti çəkib töhmüşəm təri. Gördüm uşaqlıqdan böhtanı şəri. Dönüb cəhənnəmə buluddan bəri, əriyə-əriyə səsimi kəsdim. Rəbib bu dünyada mərd olubdu mərd. Əcəlim hardasan, gəl ömrümü kərt. Fələk sinəmin üstə görünə boyda dərd. Əliyə-əliyə səsimi kəsdim. Mən onca kirmiş dururam, onca qaçıb bunun yanına gəlirəm, onca təbiətin qoynuna sığıram, onca Allaha yaxınlaşıram. Və bu da eyni zamanda vətənə, yaşadığın torpağa, Gürcüstana bir xidmətdir, bir mənəvi borcdur. Bəli, bəli, bir şair olaraq, bir elin mərd oğlu olaraq, bir ağıllı, kamallı bir insan olaraq mən də bu torpağın üstündə dolanıram bu elin, obanın xətrinə, bu yaxşıların xətrinə. Və misralarınızda Azərbaycan sevgisi də gördük. Əlbəttə ki, mən Azərbaycan bizim ana yurdumuzdur. Azərbaycan bizim baş tacımızdır. Və bir qədər kövrəldi. Bu sevgidən, vətən sevgisindən irəli gəlir yəqin ki. Əlbəttə ki,